Təşəkkür edirəm Sabah dəvətinizə görə, belə gözəl bir müzakirə aparmaq imkanı verdiyinizə görə. Məsələ çox dərindir. Yaxın Şərqdə gedən müharibə, İranda gedən müharibə bugün dünya gündəmində ilk sıralarındadır deyil, ilk sırasındadır və bu müharibə artıq İran sərhədlərindən çox kənara keçib, çox kənara çıxıb. Bu müharibədən hər bir ölkə, dünyada, daha doğrusu bir çox ölkələr, bir çox siyasi qüvvələr öz dividendlərini də götürməyə çalışır. Bu yaranan qeyri-müəyyənlikdən bir çox siyasi qüvvələr yararlanmağa çalışır. Misal üçün, İsraildə Netanyahu situasiyadan yararlanaraq müəyyən mültəci qanunlar qəbul edir. Digər tərəfdən İsraildə müxalif qüvvələr, müxalifət Netanyahu'ya barmaq silkələyirlər və deyirlər ki, müharibə bitsin, sənə göstərəcəyik. Amerika Birləşmiş Ştatlarında Trump üçün də çox mürəkkəb bir vəziyyət yaranıb. Trump'ın partiyasında və Trump'ın ən qatı tərəfdarlar arasında çox ciddi parçalanma yaşanır. Bu yaxın dünən ən önəmli nazirlərdən biri də istifa verib. Yəni, bu müharibə artıq bir siyasi prosesə çevrilib. Siyasi prosesdən kənar, yerdə baş verənlər, yəni konkret olaraq müharibədə, hərbi aspektdə çox intensiv zərbələr endirilir, çox intensiv, hər gün önəmli obyektlər vurulur, İran müəyyən zərbələr endirilir. Və prosesi kifayət qədər proqnozlaşdırmaq kifayət qədər çətindir. Amma İsa bəy doğru vurğuladı ki, Amerika Birləşmiş Ştatların gücünü və İranın gücünü müqayisə etmək doğru olmazdı. Güc baxımından nisbət çox böyükdür. Və əgər bunu da qeyd edim ki, Amerika Birləşmiş Ştatların bu müharibəni aparmaq 90 gün imkanı var. Yəni, ABŞ qanunvericiliyi 90 gün imkan verir ki, zərbələr endirilsin. Konqresdə baxılmadı. Necə? Konqresdə baxılmadı. Bəli, konqresdən baxılmadan 1973-cü ilin qanununa əsasən 90 gün müddətinə o imkan var. O 90 gün yetəcəkmi, yetməyəcəkmi? O müharibə İranda, misal üçün Amerika Birləşmiş Ştatlarında son sorğularda 75% əhali dəstəklər. Yəni, İrana qarşı hərbi əməliyyatı dəstəklər. Biz Azərbaycan olaraq bu mürəkkəb durumda təbii ki, öz maraqlarımızı, öz strateji maraqlarımızı, qırmızı xətlərimizi, imkanlarımızı nə edə biləcəyimizi çox doğru bilməliyik və buna uyğun olaraq hərəkət etməliyik, həm dövlət olaraq, həm cəmiyyət olaraq. Bu kontekstdə bir məsələyə də xüsusi diqqət yetirmək istəyirəm. Düşünürəm ki, bir çoxunuz buna fikir verdiniz və bu məsələ narahat doğurur. Misal üçün, şəxsən mən gözləməzdim və məndən çox belə şok effektinə yaxın bir hisslər yaşatdı. Bu müharibə dövründə Azərbaycanda İrana olan dəstək verən insanların sayı. Və bu məsələ Netanyahu'ya istər Trump'a münasibət məsələsi deyil. İranın Azərbaycan dövlətinə, Azərbaycan müstəqillik dövründən bugünə qədər münasibətinə baxaraq İrana bu qədər açıq mövqe bildirmək, misal üçün, mənim bir vətəndaş olaraq məyus etməkdən söhbət gedir, narahat edir və hətta qorxudur. Mən Ukraynada yaşamışam, Ukraynada kifayət qədər fəal olaraq siyasi proseslərdə iştirak etmişəm. Mənim yadımdadır, Maydandan sonra Prezident Poroshenko'nun ətrafında kifayət qədər idealist, millətçi, liberal insanlar toplaşır və bu insanlar yeni Ukrayna dövlətini formalaşdırır. Bizim o zaman ən çox narahat edən məsələlərdən biri o idi ki, niyə Prezident Poroshenko istər Ukrayna parlamentində, istər ictimai-siyasi sferada, biznes sferada Rusiya yönlü insanlara bu qədər meydan verir. Açıq şəkildə Medvedchuk Moskvaya gedib gəlirdi, açıq şəkildə ifadə edirdilər, Rusiya simpatiyalar ifadə edirdilər və
sağlam siyasi qüvvələr arasında belə bir sual yaranırdı ki, niyə bu olmur? Niyə bunu edirlər? Halbuki biz yeni dövlət qururuq, biz tamamilə yeni prinsiplər əsasında dövlət qururuq. Sonra illər keçdi, bir çox şeylər üzə çıxdı, xüsusilə bu müharibə, Ukraynada başlanan müharibə bir faktı ortaya qoydu. Prezident Poroshenko'nun strategiyası ondan ibarətdir ki, dövləti gücləndirməklə müharibəni də məsafədə saxlamaya çalışırdı. Yəni Rusiyaya bir növ göstərməyə çalışırdı ki, siz Ukraynada istədiyiniz məqsədlərə siyasi yollarla da çata bilər, nail ola bilərsiniz. Amma bununla yanaşı, bunu göstərməklə yanaşı, Ukrayna dövləti dövlət olaraq güclənirdi. İstər ordusu olarak Prezident Poroshenko'nun bir şuarı vardı. Armiya Mova Vera. Ordu, dil, din. Yani inanç. Bununla yanaşı Ukrayna dövləti cəmiyyət olaraq, ordu olaraq, organlar olaraq, polis, bütün sahələrdə güclənir. İndi mənim bir sual yarandı məndə. Bəs biz yaxşı, ola bilsin ki, Azərbaycan gənc dövlətdir, cavan dövlətdir və o qədər də güclü, o qədər də yəni institutlar, siyasi institutları formalaşdırmağa vaxtı olmadı. Amma biz İrançılara bu qədər meydan verməklə, biz bu meydanı lazımlı məqamda, mən düşünürəm ki, bu məqam artıq yaxınlaşır. Buna gücümüz yetəcək mi? Bu birinci sualdır. İkinci sual, məndə elə təəssürat yaradır ki, biz öz ölkəmizdə bir proksi qüvvə yetişdirmişik. Bu məni şəxsən çox narahat edir. Yəni, mən düşünürəm ki, bu ölkəyə bağlı olan, bu ölkəni sevən hər bir kəsim bu məsələ narahat edir. Yəni, ən azı bu ictimai rəydə, bunu qeyd ediniz, ictimai rəydə bu şeyləri görərək bu narahatlığını ifadə edirəm. Azərbaycan mövqeyinə gəlincə, bu Naxçıvana dron atılandan sonra bu İrana cavab verəcək ritorikasına əl atdıq və bir obyektiv sual yarandı. Cavab verə biləcəkmi və necə verə biləcək? Burada müəyyən bir bizim ictimai siyasi xadimlər, siyasilər bu suallar biraz cavab verməyə ya tərəddüd edirlər, ya müəyyən ehtiyat edirlər. Mən bu suala daha açıq cavab verməyə çalışacağım. Heç bir hərbi müdaxilə ehtiyac yoxdur. Yetərincə olardı ki, Azərbaycan öz hava məkanından, öz yer infrastrukturundan, müəyyən radarların burada yerləşdirilməsindən, yəni bu tamamilə yetərdir. Və ABŞ və İsrailin logistikasını qısaldardı və hərbi əməliyyatı daha sürətləndirərdi və zərbələri daha effektiv edərdi. Yəni biz əgər söhbət necə cavab verilə bilərik, əgər sual budursa, yəni belə bir cavab yetərli olardı. İndi bu lazım olacaq, lazım olmayacaq, bunu proses göstərəcək. Halbuki proses kifayət qədər mürəkkəb gedir, hansı istiqamətdə gedəcəyini də indi proqnozlaşdırmaq çox çətindir. İstənilən halda biz cəmiyyət olaraq müəyyən təhdidlər qarşısında vahid mövqe ortaya qoymağa hazır olmalıyıq. Biz bu təhdidlər var, istər xaricdən, istər Azərbaycan daxilində də bu təhdidlər var və bu təhdidlər kifayət qədər ciddidir. Bundan əlavə düşünürəm ki, son Naxçıvana vurulan zərbə çox təəssüf ki, son olmaya da bilər. Ona görə ki, İranda idarəçilikdə, istər siyasi idarəçilikdə, istər hərbi idarəçilikdə müəyyən bir xaos yaşanır və yerli qruplar, yerli bölüklər, briqadalar idarəçiliyi öz üzərinə götürürlər. Və hansı briqada komandirinin kimin nə düşünməsi, hansı ideologiyada olması və nə olması bizə məlum deyil və bunu da proqnozlaşdırmaq çox çətindir. Və gördüyünüz kimi Türkiyəyə də, halbuki Türkiyə NATO dövlətidir, Türkiyəyə də bir neçə dəfə raket atmağa cəsarət edilmir. Bu səbəbdən də rəsmi şəxslər kifayət qədər ehtiyatlı davranmağa məcbur olsalar da bizim
daha açıq mövqe ifadə etmək imkanımız var. Və mövqeni ifadə edərək bildirmək istəyirəm. Biz heç bir halda, mən düşünürəm ki, hər bir insan, Azərbaycan vətəndaşı, hansı ki öz dövlətini sevir, hansı ki öz millətini sevir, hansı ki Azərbaycanın inkişafını istəyir, bizim nə qədər çətin və mürəkkəb coğrafiyamızı nəzərə alaraq, dövlətimizi bu təhdidlərdən hər kəs öz yerində, bacardığı qədər